balığı almışıq belə. İndi istəyirəm onu təmizləyim. Xaladenk dedi, çıxartmışam. Biz belə balıq alırıq. O bişirirəm hər dəfə. O budur. Belə buzlu yaxşı doğranır. Başı kəsinkdir. Bir dənə ortasında bez sümüyü var. Buzlu olmayanda doğramaq çətin olur. Yəni tam buzlu deyil də bu. Yarı buzlu açılıb. Belə çox buz olur. İndi istəyirəm təmizləyim. Burada biraz göyərtim vardı. Onları da təmizləmişəm, qoymuşam ora. Bunu balaca bu taxtada doğrayacağım. Bu elə belə bir şey. Çünki bunu yuyub qoyacağım. Balığın iyi gəlir deyən o birisi taxtamı vurmaq istəmirəm. Balıqlarımı təmizlədim. Deməli bunları belə. İndi bunları yuyuram. Salfanlara qoyub. Üzr istəyirəm. Qoyub qoyacağım xaladenkə buzlamaya. Bunların da ikisini belə bütöv saxladım. Anamla məsləhətləşəcəm. İndi evdə yoxda işlədi. Görüm belə bütöv qızartmağı istəsə, yəni elə belə bütöv qızardı. Bayramda stolun üstünə qoymaq istəyirəm. Belə 2 dənə bütöv qızardıb. Görüm, yəni yaxşı alınarsa anamdan soruşum, eləyəcəm. Bunu da qəşəng yuyum, hazırlayım. Qoyum xaladenkə. Biraz qablarım var, onları gedim yuyum. Burada qalsın bunlar. Deməli balıqlarımı pay etdim, gördünüz. Bu 2 paketim keçən dəfə aldığımızdan qalıb. Bu 3'ü yenidir. Bu pulka pis gündəydi. Keçən səfər göstərmişdim sizə. Dırnaq saxlamıram bu arada. Heç vaxt izləyicilərim bilir də, heç vaxt xoşlamıram. Yəni əllərim ona görə də kobud düşə bilər. Dırnaq saxlamıram çünki anayam, yemək bişirirəm, uşaq çimizdirirəm. Ona görə Aylin 1-2 dəfə gördüm ki, bir balaca da çox yox. Bir damcı saxlayırdım, gördüm Aylin çimizdirəndə həfif cızmışam 1-2 yerinə. Ondan bəri heç vaxt saxlamıram. Bu da vacib bir açıqlamaydı, onu verdim. Yenə üzr istəyirəm. Yəni mən danışdıqca dəfələrlə olur. Boğuram, amma öskürmək vaxtı çatanda boğa bilməyəndə öskürürəm. Bu polkamı görmüşdünüz. Bunu qəşəng götürdüm, domestosla yudum, quruladım, qoydum bura.
Qəşəng içini sildim. Baxın, buralarda təmizlədim. Oldu gül kimi. Biraz paletkiyə saldım. Uborka elədim. Bu məndə qarışıq pendirdir börək üçündür. Ancaq bunlar şabalıd aş üçün, nə bilim, göyən falan, lobya. Burada ancaq can ətləridir. Çəkilər 3 yumru belə çəkilim var. 1 yumru tikən var. Bu da deməli indiki balıqda 2 dənə bütöv saxlamışdım. 3 kiloqram idi. 2 dənə bütöv saxlamışdım belə. 2 bişirimdə 12 2 ay, yəni 12 hardasa bir xeylaxda, yəni bir böyük tava qızarsın deyə çox elədim bükümlərimi ki, çatsın da yoldaşım işə falan yemək aparır deyə. Belə buraları paletkiyə saldım. Hər şey qaydasındadır. İndi keçim növbəti işlərimə. Mən nəhayət işimi bitirdim. Belə qazanda qoymuşam. İndi aparıb qoyuram bişsin. Daha sonra burada 2, 4, 6, 8, 10. 10 dənə də belə artıq dolmam qaldı. Yəni bu bəs eləyir də. Hardasa 30 dənə çıxdı, 20 dənə qoydum bişməyə. 30-31 dənə idi, səhv eləmirəmsə. 10 dənəni də saxladım. İnşallah bunu bayramda istəyirəm yarpaq dolması bişirmək. Nə qədər eləyirəm öskürməyim, danışan kimi öskürək gəlir mənə. Deməli bayramda istəyirəm yarpaq dolması bişirəm. Amma məsələn ilk balıqdan da qoymuşdum ki, yəni istəyirəm çeşid çox olsun da. Bunu da məsələn bayramda bir boş qab bişirə bilərəm. Yəni bir qab, bir yemək bu olar, yarpaq olar, balıq qızartması, aş, belə toyuq, bu şeylər. Ona görə bunu da elə artıq olmuşkən dedim qoy saxlayayım, belə də qoyacağım buzdamaya. İnşallah bayramda çıxardıb təkrar bişirəcəm. Bir də nəyi unutmuşam, ətin içərisinə göyərtim var idi, doğramağı unutmuşam. İndi istəyirəm gətirim bunun üzərinə doğrayım qazana. O orada şey olsun, dadı çıxsın ətə. Belə qoyun bişməyə, bugünün də yeməyi bu olsun. Biraz sütümüz də var idi, 6 litr. İndi gəldim mamam alıb. 2 litrin qoydum buzdamaya. Belə 4 litrini də bişirirəm. Qatıq da çalaram, uşaqlar süd də içər. Elə içərdə qoydum bişməyə. Yanında durum biraz bişsin. Bunu da götürüm. Daha sonra görək nə edirik.